Salam dostlar, bu gün sizlərə Xposed modulları haqqında bir-iki funksiyalar göstərəcəm, belə deyim. Yəni mən işlətdiklərimi sizə təqdim edəcəm. Əgər bəyəndiyiniz olarsa, siz də yükləyib istifadə edərsiniz. Deməli, ilk olaraq bizə Xposed installer lazımdır. Əgər bunu yükləməyən dostlarımız varsa, videonun aşağı hissəsində linkini yerləşdirəcəm, daxil olub oradan yükləyə bilərsiniz. Daha sonra Xposed'a daxil oluruq və xatırladım ki, bunun üçün bizə mütləq root lazımdır. Xposed'da burada modullarımız var. Gördüyünüz kimi. Modullarımız var. İlk moduldan başlayayım. Bu min-min-cart modulu bizə reklamları, deyim də, proqramlarda gələn reklamları silir, yəni ki, qarşımıza çıxartmır. Daha sonra OK Google. Bu OK Google ekranda gördüyünüz kimi bu widget var. OK Google dediyimiz vaxt işləyir, yəni ki, birbaşa bizi eşidə bilir. Daha sonra davam edək. Screen of animation. Screen of animation ekran söndüyü vaxt, belə deyim, gəlin göstərim deməkdən çox. Gördüyünüz kimi belə bir animasiya təqdim edir. Yəni sönəndə də, yananda da animasiyalar gəlir. Proqramın özünə daxil olun və burada proqramın özündən seçə bilirik. Select animation edirik. Və burada gördüyünüz kimi hardasa bir neçə dənədir? 11, 9 dənə neçə dənəsə hər nədir? Buradan baxa bilərik. Yəni ki, hansını bəyənsək, onu da seçə bilirik. Mənim bəyəndiyim budur. Fade Tiles. Digərləri var. Və buradan sürətini tənzimləmək olur. Gördüyünüz kimi. Yazaldaq. Və bu ekran yanında animasiya təqdim olunur. Belə. Mən hal-hazırda bundan istifadə edirəm. Belə də mümkündür. Bunu hiss eləmək üçün sürəti biraz çoxaltmaq lazımdır. Yəni gec geçsin deyə. Gördüyünüz kimi. Daha sonra Screen of Animation'dan sonra keçirik Status Bar Volume. Status Bar Volume nədən ibarətdir? Gördüyünüz kimi burada yuxarı hissədə. Yəni daha əvvəllər deyək ki, səs artır, azaldanda görürsünüz, burada gəlir səs. Əvvəl amma orta hissədə gəlirdi, yəni burada. Amma hal-hazırda Status Bar Volume vasitəsilə yuxarıya qaldırırıq onu. Çox yaxşıdır. Daha sonra keçək Unicorn'a. Unicorn'dakı gördüyünüz kimi ikonkaları dəyişmək üçün istifadə olunur. Yəni hər hansı birini seçirik. Buradan Apply eləyib. Göstərim. Deyək ki, Morena'nın üstündədir. Apply edirik və gözləyirik. Və gözləyirik və belə bir ekran gəlir. Daha sonra Restart Launcher və Both eləyirik. Gözləyirik. Sonra geriyə qayıdıraq. Gördüyünüz kimi həmin bu ikonkalar dəyişir. İkonkaları da elə Unicorn içərisindən də yükləyə bilərsiniz və Play Store-dan birbaşa yükləyə bilərsiniz. Daha sonra davam edək. Unicorn'dan sonra Vanam Xposed. Vanam Xposed o qədər də düşünürəm sizin ehtiyacınız olmayacaq. Çünki digərləri artıq onun belə deyim, funksiyalarını yerinə yetirir. Yəni ona ehtiyac yoxdur o qədər istifadə eləməyə. Xposed GL settingə keçirəm. Yəni istifadə eləmək istəyən dostlarımız təbii ki, yükləyib maraqlana bilərlər. Və burada Google Poisk və Android L Launcher kimidir. Amma mən bundan bir o qədər də yaxşı istifadə eləyə bilmirəm. Çünki belə deyim, Android L-i qoşuram, amma ekrana gəlmir. Amma OK Google işləyir. Yəni əsas bizə təbii ki, lazım olan odur. Android inteqrasiyadan qoşmuşam. Prozrasiya panel, amma dəyişiklik yoxdur. Gördüyünüz kimi. Amma əsas odur Google Poisk işləyir. Sonra Xposed Status Text. Status Text, yəni ki, bu hissəyə sözlər yazılır. Göstərəcəm.
Deyək ki, bir şey yazaq. Galaxy. Galaxy yazırıq və apply edirik. Və hətta buradan rənglərini də dəyişmək mümkündür. Mən indi hal-hazırda dəyişmədim. Gördüyünüz kimi Galaxy yazıldı. Yəni, onu dəyişib istənilən bir söz yaza bilərsiniz. Əgər ehtiyacınız varsa təbii ki. Daha sonra boş saxlaması üçün də sözləri pozub apply edirik. Davam edirik və silindi təbii ki. Daha sonra gəlir Xdana. Xdana çox gözəl bir proqramdır. Xdana gördüyünüz kimi bizə bu yuxarı hissəni göstərir. Görürsünüz, mən dəyişmişəm. iPhone-daki kimi yəni, operatoru göstərir, yəni şəbəkəni. Amma batareya dəyişmir, bu çox pis haldır. Bir də Wi-Fi-ı bir qədər yaxşı eləmir, amma şəbəkəni dəyişir. Və belə cürbəcür fərqli var. Və məsələn LG, G3, G2, deyək ki, Sony-lərdə bu aşağı hissəni çox yaxşı idarə edə bilərlər, yəni dəyişə bilərlər. Çünki bizim telefonlarda olmur, öz yeri var ona görə. Amma belə Nexus kimi telefonlarda bunu dəyişmək mümkündür. Təbii ki, bunu seçdikdən sonra bu yaşıl düyməyə toxunuruq və reboot edirik. Yəni restart tələb edir. Daha sonra XUI mod isə burada gördüyünüz kimi keçidlərdə görürsünüz fərqlilik olur. Yəni onları dəyişmək üçündür. Burada clocks modlar, bunlarda mən istifadə etmirəm. Mənə ən çox animasiyalar lazım olur. List view. List view burada göstərilən yazıların belə olmasını kömək eləyir. Daha sonra yəni onları buradan dəyişmək mümkündür. Gördüyünüz kimi. Məsələn, belə eləyək. Dəyişib başqasını qoyaq. Görürsünüz, fərqli olur. Mən hal-hazırda istifadə edirəm. Belə. Və System Animation-da isə Window Transition-dır, nədir bunu dəyişmək üçün bizdən belə deyim, perzaqruska tələb edir. Amma Animation Controls-da bunu istifadəyə verdikdə buna ehtiyac qalmır. Burada təbii ki, mən gördüyünüz kimi bu animasiyaları buradan dəyişirik, buradan seçib fərqli edə bilərik. İstədiyinizi yoxlayıb seçib qoya bilərsiniz, istifadə edə bilərsiniz. Yəni, mən daha çox belənci xoşlayıram. Burada başqa bir də Toast Animations. Toast Animations nədən ibarətdir? Baxın, görürsünüz. Bu, yəni aşağı hissədə söz fərqli olur. Yəni, əvvəl belə bunu dəyişə də bilərik. Toast Enter Animation. Deyək ki, bottom qoyaq və test edək. Gördüyünüz kimi aşağıdan yuxarı gəldi. Daha sonra Ticker Animation isə paneldə olan bura gələn sözləri dəyişir. Məsələn, burada testə bastığımız vaxt görürsünüz, basıb gözləyir və 3 dənə yazı gələcək. 3 dəfə yoxlayır, yəni ki. Daha aydın görə biləsiniz. Və onu da buradan dəyişə bilirik. Burada girişdir, burada çıxışdır, animasiyaları. Bunlar da Ticker Switching Enter Animation və Ticker Switching Exit Animation. Bunları da dəyişmək, yəni ikisi eyni anda yaxşı bir nəticəyə gəlir, çıxır, belə deyim, qısacası. Daha sonra Test Ticker Animation elədiyiniz vaxt bir dəfə toxunun və izləyin sadəcə yuxarıdan. Nə qədər geniş baş saldığımı bilmirəm. Yəni ki, amma siz yenə də yoxlayın, özünüz başa düşəcəksiniz, yəni azından. Bu qədər göstərmək istədiklərim və bu animasiyaları, daha doğrusu bu modulları yükləmək üçün Zagruskaya daxil olub burada adlarını yazmaq kifayət edəcək. Hamısına baxıb adını yazarsınız, hansını bəyənsəz və yalnız Unicorn-dan başqa, Unicorn-un linkini yerləşdirəcəm, onu da ayrıca yükləyə bilərsiniz. Göstərmək istədiklərim bu qədər. Əgər suallarınız olarsa müraciət edə bilərsiniz. Təşəkkürlər.